İnsanlar sənin dəyişməyini istər. Amma onların istədiyi tərzdə və onlardan üstün olmayacaq qədər dəyişməyi istərlər. Bunu bilin. Oturun, düşünün. Görəcəksiniz ki, bir işıq yandı. İnsanlar sizin əzab çəkdiyinizə görə, hələ də əzab çəkməyinizə görə sizi sevir. Hər kəsə şamil etmirəm, yaxşılardan uzaq. Bəzi insanlar sizin acı çəkdiyinizə görə sizi sevirlər. Çünki özlərindən biri olaraq görürlər. Amma siz dəyişməyə başladığınızda başlayırlar heç lazım olmayan yerlərdən sizi vurmağa. Onlar deyəcək ki, çox dəyişilibsən. Sən də dəyişildin. Məni üzən əxlaqsızların əxlaq dərsi verməsi qədər iyrənc bir şey yoxdur. Günahkarların günahdan uzaq olun deməsi qədər iyrənc bir şey yoxdur. Yalançıların yalandan uzaq ol deməsi qədər iyrənc bir şey yoxdur. Sizə qısa bir hekayə anlatacağım. Bir qadın var idi. 2 evli kişi ilə eyni anda görüşürdü. Özü bilər. Mənə dəxli yoxdur. Hər qoyun öz ayağından asılacaq. Mən o düşüncədə insanam. Mən də öz ayağımdan asılacağam. Günahmı, savabmı? Sözüm nəyə gəlir amma? Bu qadın 2 evli adamla görüşürdü. Gəldik əsas nöqtəyə. Amma bu qadın paylaşımlarında elə şeylər paylaşır ki, deyərsən ki, bu başını qaldırıb birinə baxmaz. Dünyada bundan düzgün, bundan əxlaqlı, bundan namuslu bir qadın yoxdur. Tanımasam mən onu, mən də deyərdim ki, ondan namuslu yoxdur. Və başqalarının videolarına hərdən insanın qarşısına çıxır, bilirsiniz. Elə şərhlər yazırdı ki, bir də məni bilirsiniz, mən dilimi tuta bilmirəm. Özümü güclə sıxırdım ki, abala sən hansı üzlə yazırsan şərhlərdə? Hansı üzlə yaza bilirsən? Sən 2 evli kişi ilə eyni anda görüşürsən. Bu sənə ayda biri 500 manat göndərir, biri 1000 manat göndərir. Ailələrini dağıdırsan və 2 kişinin bir-birindən xəbəri yoxdur. Özümü bir güclə sıxırdım ki, abala sənə nə var, nə işivə qalıb, öz günahıdır. Amma elə şərhlər yazırdı. Bir də necə? Biri məsələn qısa yubka paylaşıb, bəli, bax, haqqını yeyə bilmərəm. O qadın indiyə qədər qısa yubka geyinməyib. Allah var. İndiyə qədər sinəsi açıq geyinməyib. Bax, Allah var, o günahı qazana bilmərəm. Biri açıq geyinirdi, yazırdı ki altına, abır-həya yaxşı şeydir. Belələrinin bəxti var da, bizim kimi namuslu qadınların, öz abrı ilə yaşayan qadınların bəxti olmur. Başqasının kommentariyasına yazırdı ki, valla mən qadın olaraq utanıram. Mən indiyə qədər dizimdən yuxarı paltar geyinməmişəm ki, kişilər görməsin. Daha demir ki, o birinin ayağını uzaqdan görür kişi. Bununkinə isə tövbə əstağfirullah. Gördünüz, getdi, içdən dedim. Əl vururlar. Qısa yubka geyinəni uzaqdan gördü, tamam, keçdi. Amma buna canlı toxunurlar. Hələ bir nəfər deyil. O olayı yaşadıqdan sonra canlı şahidi olduqdan sonra ki, məncə Allah bunu mənə göstərdi. Çünki mən belə şeylərdə bilirsiniz, çox üzülən birisiyəm ki, niyə insanlar belə deyir? Axı mən belə insan deyirəm. Onu yaşadıqdan sonra anladım ki, öz gözündəki tiri başqaları görməsin deyə başqasının gözündəki çöpə fikirləri yönləndirirlər. Ona görə boş verin, necə istəyirsiniz elə yaşayın ki, mən də daxil. Necə uyğun görürəmsə, elə yaşayıram. Allah ömür verdiyi sürəcə də elə yaşayacağam. Məni sevənlər belə sevir, sevməyənlər də armud düşsün başımıza. Heç belə dua eləməyəcəm. Bir də sərt armud. Neysə, öpdüm, mən getdim dərsə.